Adam deyir ki, şəhadət Muhammed, yəni əşhədü ənə Muhammədən Rasulullah sallallahu aleyhi ve sellem yoxdur belə bir şey. Demək lazım deyil. Çünki Quranda yoxdur. Yəni Allah deməyib ki, bir adam müsəlman olanda gəlsin desin ki, La ilahe illallah Muhammed Rasulullah. Deməlisən La ilahe illallah. Muhammed Rasulullah olmaz deməkdir. Boş şeyi uydurmadır. Baxın, dəyərli qardaşlar. Allah subhanahu wa ta'ala Münafiqun surəsi 1-ci ayədə buyurur ki, İzə cəəkəl münafiqun qalu nəşhədu innəkə lə Rasulullah. Bir zaman münafiqlər sənin yanına gəldilər ki, bir şahidi edirik ki, sən Allahın Rasulusan. Allahın cavabına bax. Vallahu ya'lemu innəkə lə Rasuluh. Allah bilir də sən o Rasulusan. Vallahu yeşhədu innəl münafiqinə ləkədibun. Amma Allah sonra deyir ki, Allah şəhadət edir ki, münafiqlər kəzzəbidir. Münafiqlər bilirdilər ki, müsəlman olmaq üçün nə eləmək lazımdır? Gəlmək lazımdır Muhammed sallallahu aleyhi ve sellem yanına. Demək lazımdır ki, əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammed Rasulullah. Olursa müsəlman. Onlar da gəldilər. Lakin Allah subhanahu wa ta'ala ya'lemu xainətəl a'yun və mə tuxfis sudur. Gözlərin xain baxışını, kökslərin nələr saxladığını biləndir. Bildi ki, yalan deyirlər. Dedi, sizin bu şəhadətiniz kəsərli deyil. Bu ayə dəlildir ki, sən Muhammed Rasulullah sallallahu aleyhi ve sellem deməlisən müsəlman olmaq üçün. La ilahe illallah deyil. Muhammed Rasulullah'ı tərk eləmək müsəlman deyil adam. Adam müsəlman sayılmır. Dəyərli qardaşlar, bunda ixtilaf yoxdur. Kim desə ki, la ilahe illallah var, Muhammed Rasulullah sallallahu aleyhi ve sellem auzu billah boş şey, adam müsəlman deyil. Çünki bu artıq zəruri bilinən, dindən zərurətən bilinən bir şeyi inkar edir. Muhammed sallallahu aleyhi ve sellem çıxartdığım din yoxdur axı. Muhammedun Rasulullah. Muhammed Allah'ın Rasuludur. Gətirəcək inşallah elə. Təsəvvür edirsiniz? Muhammed şəhadətin demək olmaz. Yoxdur belə bir şeydir, uyurmadır. Cemaatımız, xalqımız, millətimiz, baxın, biz özümüzdən demirik. Adam deyir ki, yoxdur belə bir şey, uydurmadır.